Siz Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının rektorusunuz. Bu siyasi varislik bir növ tədrisi necə gedir universitetinizdə? Şübhəsiz bizdə Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi var. Xüsusi universitetdə xüsusi bir məktəbimiz var və birinci daxil olanlar hamı o məktəbdən keçirlər. Və bizdə bir sıra fənlər var ki, bunlar bilavasitə Heydər Əliyevin irsini öyrənən və onu bilirsiniz tək tarixi baxımdan yox. Hər zaman insan inkişafına, onun potensialının artırılmasına, iqtisadiyyatda onun insan kapitalına çevrilməsinə çox böyük diqqət ayırırdı. Müxtəlif istiqamətlərdə onu Azərbaycanda yeni tədris ocaqları açmaq, yeni istiqamətdə açmaq, bu bir başqa istiqamət idi. Özdə burada Naxçıvanski məktəbinin açılmasını xüsusilə qeyd etmək lazımdır. 2001-ci ildə Təhsil Nazirliyinin indi də nömrəsi yadımdadır. 969-cu nömrə əmri ilə o vaxt deməli, orta məktəblərdə davamlı insan inkişafı fənni daxil etdilər. 2003-cü ildə Azərbaycanda bu sahədə dünyada ilk tədris vəsaiti dərc olundu. Dünya ona reaksiya vermirdi, BMT-nin reaksiya vermirdi. Çünki onlar hələm qəbul eləməmişdilər bunu. O ki, martın 1-də ki, 2005-ci ildə bunu qəbul elədilər. Gördülər ki, bu Azərbaycanda bu baş verib, onda dünya, onda BMT bütün dünyaya məlumat yazdı ki, 19 da yadımdadır. 19 dekabr 2005-ci ildə yazdı ki, Azərbaycanda innovativ ideya və fəaliyyət. Bilirsiniz, mənim uzun illər müxtəlif ölkələr, əsasən Amerika Birləşmiş Ştatlarında, universitetlərində məruzələrim olurdu və eyni zamanda bu ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, Vaşinqtonda Dünya Bankı, BMT-də, New York və BMT-də onların işçiləri üçün də təlimlər keçirildi və onlar soruşurdular ki, necə oldu ki, Azərbaycan irəli düşdü. Yəni, adətən öyrənmişik ki, haradasa böyük bir təşkilat bir qərar qəbul edir. Sonra bu sürüşür, gəlir, yavaş-yavaş deməli, ötürürlər onu, olur. Burada əksinə oldu. Mən onlara deyirdim, bizim rəhbər bunu görürdüsə, başa düşürdü ki, bunu oturub gözləməliydi ki, haçan Kofi Annanla Matsura Pakistanın keçmiş maliyyə naziri idi, ABŞ-da çalışırdı. BMT-də və Kolumbiya Universitetində çalışırdı. O dedi ki, pul çox vacibdir, amma daha vacibdir pul necə işləyir. Onun məntiqinə görə deyirdi ki, ölkədə pul varsa və ölkə düzgün idarə olunursa, həmin ölkənin əhalisi sağlam olmalıdır, bilgili olmalıdır. Sağlam, bilgili əhali hər zaman ölkənin iqtisadi inkişafını edəcək. Bax, Heydər Əliyevin də konsepsiyası buna əsas olunur. Əliyevin neft strategiyası bilirsiniz də o çox vacibdir. Çünki Azərbaycanda 94-cü illə onu müəyyən eləyirlər və doğrudan da 94-cü ildə əsrin kontraktları imzalananda Azərbaycana tək pul gəlmədi. O texnologiyalar gəldi, mühəndislik gəldi, idarəçilik gəldi. Həm də nüfuz gəldi. Həm də nüfuz gəldi. Nüfuz gəldi, bəli.